Cadu ümumiyyətlə təsir eləməsin də mənə. Qurandan bir şey deyin də. İstiğfar dilən insanların çoxları sehrə tutulmur. Dilindən düşürmür. Yol gedir, estağfurullah, estağfurullah. Niyə görə? Çünki Allah olan acizliyini etiraf edir hər zaman. İnsan vardı ki, ən çətin sehirdən, o qara sehir dilləri istiğfarla deyib müalicə oldum. 2 ay dilimdən düşürmədim deyir. Tədricən sonra nə edir? O sehir məndən uzaqlaşdı. Çünki Allah buyurur: "Və nestəğfir rabbakum." Rəbbinizdən bağışlama diləyin. "Summa tubu ileyhi." Günahlarınızdan tövbə edin. Nə olacaq? "Yumətti'ukum mətən hasanan." İstədiyi gözəl həyat bəxş edər. İlə əcəli musəmmə. Yəni bu dünyadan köçənə qədər. Baxın deyir ki, Allah da Quran-Kərimdə Hud əleyhissalamın dili ilə: "Və ya qavmi istəğfir rabbakum." Dedi: "Ey qövmüm, bağışlanma diləyin. Summa tubu ileyhi." Günahlardan çəkinin, tövbə edin. "Yursilus səmə aleykum midrara." Səmadan bol-bol başınıza yağış və nemətlər endirər. "Və yezidkum quvvatan ila quvvatikum." Sizin gücünüzə güc verər. "Və la tetevəlləv mujrimin." Günahkar olaraq üz döndərməyin deyir. Subhanallah. Hud surəsi 52-ci ayə. Ona görə istiğfar qorunmaq üçün